Bir də düzgün neqativ axtarırıq. Birincidə I have hardly any book on this subject düzdür. 2-də in neqativin sonunda to gəlməz. 3-də 2 dənə inkar var səhvdir. 4-də hətta orasına not girməz. Bu da səhvdir. 5-də düzdür. 1 ilə 5 götürdük. A variantı. 2-də düzgün neqativ axtarırıq. Birincidə not və hardly 2 inkarda səhvdir. 2-də inkarın sonunda to səhvdir. 3-də Tom hardly said anything at all. 3 düzdür. At all inkarın sonunda gələ bilir. 4-cüdə Tom said nothing Ayşə. Bu da düzdür. Ayşə inkarın sonunda gəlir. 3-dən 4-ü götürürük A variantı. 5-cidə Ayşə nor olmalıydı. 3-də düzgün neqativ. Birincidə I never do something. Deməli, inkardan sonra sən verilib deyə səhvdir. 2-cidə nice nor olmalıydı. 3-cüdə inkarda and verilib deyə səhvdir. 4-də they hardly ever had a good job. Bu düzdür. He didn't have to go there anymore. Bu da düzdür. 4-dən 5 götürdük. A variantı. 4-də düzgün neqativ. A variantında deməli both and inkarda işlənmir. B variantında doesn't köməkçidirsə bəs əsas feil hardadır? Yoxdur. C-də Harry had to. Hətta orasına not girməz. Bu səhvdir. D variantında Andrew sent neither the letter nor the parcel. D variantı düzdür. Y-də needn't əgər notu özü qəbul etsə, deməli modaldır. Modaldırsa biz əsas feil hanı? Modal tək başına başqa nitq hissələrlə birləşmir axı. Y variantında. 5-də düzgün neqativ axtarırıq. A variantında both and neqativdə olmur. B variantında to neqativin sonunda gəlmir. C variantında nice nor olmalıydı. D variantında no əvəzliyi artikel götürmür. Y variantında they didn't have to take umbrellas düzdür. 6-da düzgün neqativə baxırıq. A variantında I have no honey and. İnkarda and olmamalıdır. B variantında there were no furniture. Furniture sayılmır, və ilə ola bilməz. C variantında there were no furniture shops. Fikir verin, burada shops cəmdir. Ona görə və işlənibdir. C variantı düzdür. D-də both and inkarda olmamalıdır. Y variantında didn't və nice 2 inkar olmamalıdır. 7-də düzgün neqativ axtarırıq. A variantında Diana is interested in neither in history nor in geography. A variantı tamamilə doğrudur. B variantında hətta arasına not girməməlidir. C variantında most and inkarda işlənməməlidir. D variantında and verilibdir. Sadə inkarın içində and işlənmir. Y variantında were not və neither 2 inkarda olmaz. 8-də düzgün neqativ axtarırıq. A variantında no back and inkarda and olmamalıdır. B variantında her parents don't like to travel by train to neqativin sonunda to gəlməməlidir. C variantında and olmamalıdır. D variantında neither of them prefers tea to coffee. D variantı tamamilə doğrudur. Y variantında nice nor olmalıydı. Nice and yox. 9-da A variantında both and inkarın sözü deyil. B variantında neither nor olmalıydı. C-də neither of them was glad to see us. Hər şey düzdür. D-də to inkarda işlənməz. Y-də neither nor olmalıydı. 10-cu sualda A variantında hətta arasına not girməz. B variantında deməli, no əvəzliyə gələndə isimlərin arasındakı artikel etməlidir. Burada kettle-ın e-si qalıbdır, həm də inkarda and işlənməz. C variantında hardly inkardır, no one da inkardır. Bir sadə cümlədə 2 inkar olmaz. D variantında doesn't köməkçidir, amma əsas feil yoxdur. Köməkçi də başqa, məsələn, any ilə işlənə bilməz. Y variantın düzgündür. Burada and var, qısa cavabda inkarla veririk və mürəkkəb cümlədə 2 inkarın arasında and işlənə bilər. 11-də A variantında to inkarda ola bilməz, B-də olsa inkarda ola bilməz. C variantına baxırıq. Mother didn't want me neither. 2 inkarda səhvdir. D variantı if you are busy, I won't disturb you. Burada hər şey düzdür. Y variantında so will I. Bu təsdiqin qısa cavabıdır. İnkarın yox.
12-də düzgün neqativ axtaraq A variantında I haven't had breakfast yet, so I'm not hungry. Burada yazılış düzdür, amma məna səhvdir deyir. Mən hələ səhər yeməyi yeməmişəm, buna görə də hələ ac deyiləm. Bax, bu səhv cümlədir. Yəni mənasına görə səhvdir. B variantında Irene neither picked up the telegram nor read it. B variantı doğrudur. C variantında has he gone? Bu sual quruluşudur. Görürsüz, inversiya baş veribdir. Köməkçi he-dən əvvələ gəlibdir. Bu səhvdir. Sual cümləsinin quruluşudur. D variantında both and inkarda işləmir, təsdiqdə işlənir. E variantında isə and, yenə də sadə inkar cümlənin içində and olmur. 13-cü sualda A variantında 2 inkar var deyə səhvdir. B variantında da 2 inkar var. Deməli, C variantında inkarın ortasında and gəlməməlidir. D variantında deməli, qısa cavab necə verilir? İnkara inkarla. Amma qısa cavabda so təsdiqin cavabıdır. Bu düz gəlmir bura. Y variantı düzgündür. Nevə ilə inkar veriblər cümləyə. 14-də düzgün neqativ axtarıq. A variantında no və can't 2 inkardır. Bu səhvdir. B variantında nice nor olmalıydı. C variantında don't want your thanks or respect. C variantı düzdür. D variantında and verilibdir. Sadə inkarın içində and olmur. Həmçinin don't və nice 2 inkardır. Həmçinin nice cümlənin sonunda gəlmir. Aisə cümlənin sonunda gəlir. Yəni 3 dənə səhv var burada. Y variantında to təsdiqin sonunda gəlir, inkarın sonunda gəlmir. 15-ci sualda A variantı we don't any olmaz. Çünki don't köməkçidir. Köməkçi feillər öz başına işləmir. Onlar özlərindən sonra əsas feil tələb edir. Burada əsas feil yoxdur. Elə don't gəlib əvəzliklə birləşib. Bu yanlışdır. B variantında David didn't expect easy explanations or apologies. Bu düzgündür. B variantı düzgün cavabdır. C variantı inkarın sonunda to işlənə bilməz. Bunu biz öyrənmişik hələ lap əvvəldə qısa cavablar bölməsində. Çünki to təsdiqin sonunda gəlir. D variantında sour cream sayılmayan isimdir. E artikli ilə ola bilməz. Y variantında isə deməli both and təsdiq cümlədə işlənən bağlayıcıdır. İnkarda yox. 16-da A variantında no one və hardly 2 inkarda gedir. B-də to təsdiqən sözüdür. C-də didn't nice 2 inkarda gedir. Həm də ki nice or yox, nice nor olmalıydı. D variantında nothing could help me. Burada hər şey düzdür. Y variantında don't var, sonra no longer verir. Bu da 2 inkarda səhvdir. Deməli, 17-ci sualda he left easy key or message düz variantda. B variantında inkarda and olmamalıdır. C variantında doesn't veribsə və 2 hərəkət veribsə doesn't need or sue olmalıdır. Yəni needdəki s düşübsə sue'dakı s də düşməli idi. D variantında görürük ki Kate cut verilib və cut burada keçmiş zamanda cut olduğu kimi qalan feildə axırında s yoxdur, deməli keçmişdir də və o biri tərəfdə cümlənin o biri tərəfinə Mary doesn't verilib. Bu səhvdir. Çünki cut keçmişdədir. Gərək bu tərəfdə Mary didn't is olmalıydı. Yəni qısa cavabın qaydasına görə başdakı feil hansı zamanda verilibsə, qısa cavabdakı hissədə də feil eyni zamanda olmalıdır. Y variantında isə inkarda and olmamalıdır. Ona görə də cavab A olur. 18-də düzgün neqativ axtarırıq. A variantında nice nor olmalıydı. B variantında it's a pity you didn't come early. Aysə bu düzdür. Aysə inkarın sonunda gəlir. B-ni götürdük. C variantında burada sadə inkar cümlədir. Burada and işlənib deyə səhvdir. D variantında hətta orasına not girməməlidir. Y variantında yenə də sadə inkarın içində and verilib, o da səhvdir. 19-cu sualda it's a pleasure you haven't to leave. Bu səhvdir, çünki have to arasına not girməz. Whenever we met him, he didn't smile olmaz. Diddən sonra idi gəlmir. C variantı düzdür, no words işlənir. Çünki no əvəzliyi hər cür isimlə birləşir. Sayılan cəm, sayılan tək və sayılmayan tək hər cür isimlə birləşə bilər. He neither got angry and olmaz. İnkarda and gəlmir. Bu Y variantda səhv, çünki both and bağlayıcısı təsdiqdə işlənir, inkarda yox.
20-də A variantında inkarın axırında no more olmaz da, 2 inkar olmaz, anymore ola bilərdi. B variantında demək, I have varsa, onun ayrıcı hissəsi və ya qısa cavabı, qısa sualı hər nədirsə have-lə olmalı idi da, did-lə yox. C-də nobody hardly 2 inkardır. D-də hər şey düzdür, inkardır, inkarın sonunda da Aysədir. G-də isə doesn't köməkçidir, əsas feil yoxdur. Köməkçi gedib any-yə birləşir. Bu yanlışdır. Doesn't do any washing olmalı idi. 21-də düzgün neqativ axtarırıq. A variantında inkarın sonunda to verilib deyə bu səhvdir. B-də hətta orasına not girib, bu da səhvdir. C variantında they usually haven't breakfast. Bax, bu səhvdir. Niyə? Çünki have breakfast ifadədir və have orada əsasdır. Əsasa not qoşa bilmərik. Not gedib köməkçiyə birləşməlidir. Don't have breakfast olmalı idi. D variantında both and təsdiqən sözüdür, inkarın sözü deyil. Y variantında I don't want to start anything new until I finish this work. Y variantı doğrudur. 22-ci sualda there are no clouds and olmaz. İnkarda and gəlmir. I both didn't səhvdir. Both and inkarda gəlmir. C variantında make to ilə işləmir. Make him break olmalıdır. Make him to break olmaz. Bu da mürəkkəb tamlıq qaydasıdır. D variantında D variantı düzdür. Don't give him advice or help. Don't or yəni not or bağlayıcı düzdür. Y variantında ayrıcı sual cümləsi olduğu üçün baş hissəsi inkarda olduğu üçün vergüldən sonraki hissəsi təsdiqdə olmalı idi. Did he olmalı idi. 23-cü sualda A variantında problem budur ki, qısa cavabın qaydasına görə düzdür. İnkar qaytarılmalıdır, amma baş cümlədə hansı köməkçi verilibsə, qısa cavabda da eyni köməkçi olmalıdır. Orada zaman falan dəyişməməlidir. Burada don't verib, sonra did qaytar. Bu yanlışdır. B variantında no man has ever been in such a difficulty olmalı. Çünki difficulty sayılan isimdir və such da sayılanla birləşəndə e artikli qəbul etməlidir. C variantında she neither cried nor shouted. Did she? Bu düzgündür. Çünki ayrıcı sual cümləsidir. Bu tərəfi təsdiqçi, o biri tərəfi inkar olur. Yəni tərsinə olur və feillər keçmişdədir. Did verilib. Yəni düzgün cavab C variantıdır. Sonra D variantında inkarın içində and veribdir. Deməli, həm də ki, bir məsələ də var. İnkar cümlənin sonunda nice gəlmir, aize gələ bilər. Bu da qısa cavabın qaydasıdır. Y variantında inkarın sonunda to gəlmir, təsdiqin sonunda to gəlməlidir. Onların hamısı gedir. Bir dənə C variantı düzgündür. 24-də A variantında to inkarın sonunda gəlməz, to təsdiqin sonunda olmalıdır. B variantında burada ikinci tərəfdə did keçib qabağa, bu yanlışdır. Bu nəqli cümlədir. Heç sual cümləsi olsa belə yenə də ikinci tərəfdə heç bir köməkçi metoddan əvvələ keçə bilməzdi. C variantında can't hardly 2 inkardır. D variantında birinci tərəf, yəni əsas tərəf təsdiqdə verilib, qısa cavabı inkarda verilib, bu yanlışdır. Y variantı isə there is not a railway road, burada hər şey düzdür. Not isimlə birbaşa birləşməz. Notla isim arasında nəsə gəlməlidir. Burada məsələn artikel gəlibdir. Amma no əvəzliyi olsaydı, onda isimlə birbaşa birləşərdi. No əvəzliyi ilə isim arasında heç bir şey girməməlidir. Artikel ola bilməz. Amma not olmalıdır arasında nəsə. 25-də A variantına baxırıq. Had to arasında not girib səhvdir. B variantında doesn't köməkçidir, amma əsas feil yoxdur. C variantında neither nor olmalı idi. Burada ordur. D variantında baş cümləmiz inkarda verilibdir. Qısa cavab təsdiqdə verilibdir. Bu yanlışdır. So, təsdiqin qısa cavabıdır. Y variantı düzdür. 26-cı sualda A variantı yanlışdır. To inkarın yox, təsdiqin sonunda gəlməlidir.
B variantında mürəkkəb tamamlıq qaydası var. Make to ilə işlənməz. Buna görə B getdi. Sonra if you don't follow his advice, I'll not is düzdür. Çünki qısa cavabın qaydasına görə inkara verilir və inkarın sonunda da is gələ bilər. Deməli, düzgün cavab C variantıdır. Və D variantında problem oldu ki, nizə inkarın sonunda gəlmir. Is inkarın sonunda gəlməlidir. 7 isə 2 inkar dalbadalda, o yanlışdır. Deməli, 27-ci sualda never crack nuts with your teeth, bu düzdür. B variantında inkarda both and işlənmir. C variantı mürəkkəb tamamlanan qaydasına görə notice-dən sonra sadə və ya ing-li fe'l gəlir. Notice to ilə işlənmir. D variantında neither nor-la olur, neither or-la olmur. E variantında isə nobody'dən sonra never verib, o da yanlışdır. 28-də düzgün neqativ axtarırıq. A variantında don't forget to turn off the light and lock the door nicer. Nicer sonda gəlmir. Aizer inkarın sonunda gəlməlidir. B variantında Bill nicer. Burada ayrıcıdır da, düzdürmü? Ayrıcının bir tərəf təsdiqçi, bir tərəf inkar olmalıydı. Burada hər iki tərəf inkardır deyə səhvdir. C variantında to təsdiqin sonunda gəlir, inkarın sonunda gəlmir. D variantında why don't you want to attend the lecture? Bax, bu düzgündür. İnkar cümlədir, sual cümləsidir. Yəni sualın da inkar olur. Burada heç bir problem yoxdur. Y variantında and verilibdir deyə səhvdir. No and olmur. No or olur. 29-cu sualda A variantında to inkarın yox, təsdiqin sonunda gəlməlidir. B variantında neither wait for him nor try to learn anything about him. B variantı tamamilə doğru cümlədir. C variantında hətta arasına inkar girə bilməz. Ümumiyyətlə, onlar bir-birindən ayrılmır. D variantında both of us wasn't sure of the time of his arrival. Yəni burada both təsdiqdə işlənən sözdür, inkarda yox. Neither of us olmalıdır. Neither of us was sure. Y variantında don't any olmaz. Çünki do, does deyil, sadəcə köməkçi feillərdir. Onlar özlərindən sonra əsas feil tələb edir. Amma burada don't götürüblər, əvəzliklə veriblər. Bu yanlışdır. Otuzuncu sualda A variantında nice olan yerdə nor olmalıydı. B variantında düzgün cümlədir, mürəkkəb cümlədir və mürəkkəb cümlənin hər iki tərəfində inkarlar ola bilər. Orada problem olmur. Ona görə B variantı düzgündür. Sonra C variantında əgər sütun arasına not girməməli idi. D variantında 2 inkar var deyə səhvdir. Y variantında isə needn't modaldır və inkarı özü qəbul etsə deməli modaldır. Amma modaldan sonra ancaq feil gəlməlidir. Digər nitq hissələri gələ bilməz. Burada əvəzlik gəlib deyə səhvdir. 31-də A variantında hətta arasına not girməz. B variantında to inkarın yox, təsdiqin sonunda gəlməlidir. C-də nice nor olmalıydı. D-də doesn't köməkçidə amma əsas feili yoxdur. Y variantı hər şey düzdür.